Əziz müdavimlər, bu günləri bir məktəbli sualla tanış olaq. Verilmiş situasiyada hansı səriştə daha öndə verilib? Sirac dərsdə danışdığı zaman Elnur onun sözlərini tez-tez kəsir və müdaxilə edirdi. Yaranmış bu hal Siracı əsəbləşdirsə də, o emosiyalarına hakim olub Elnura müdaxilə etməməsini söylədi. Gəlin birinci situasiyanı bir təhlil edək. Burada əsas məqam nədir? Sirac danışır, Elnur isə nə edir? Tez-tez onun sözlərini kəsərək ona müdaxilələr edir. Bu zaman bir problemli vəziyyət yaranır əlbəttə ki burada. Nəyə görə? Çünki Elnurun Siracın dərs danışarkən onun danışığına mane olması və sözlərini tez-tez kəsərək müdaxilə etməsi artıq burada problemli bir haldır. Sirac əsəbləşsə də, daha sonraki addımda öz emosiyalarını idarə etməyi bacarır və Elnura nəzakətli formada müdaxilə etməməsini söyləyir. Gəlin variantları analiz edək. A variantında deyir problem həlli. Doğru cavab budur, əziz müdavimlər. Çünki burada problem yaranır. Problem nə idi? Elnurun söz kəsməsi. Siracın dərs danışarkən sözlərini kəsməsi və ona müdaxilə etməsi. Burada digər addım isə Siracın emosiyalarını idarə etməsi. Yəni, emosiyalarını idarə edərək o artıq bu məsələnin daha ciddi bir hal almasının qarşısını alır, uyğun bir həlli yolu axtarır, tapır və həlli yolu da nə olacaq? Elnurdan müdaxilə etməməsini xahiş etmək. Gəlin digər variantlarımızda analiz edək. Digər variantlarda qərar qəbul etmə. Qərar qəbul etmə, Sirac qərar verir. Bəli, qərar verir ki, sakit qalsın və bu əsas bacarıq deyil. Baxın, burada əsas bacarıq problem həll etmədir. Problem var və problemin həlli yolu var. Bu artıq problem həll etmə səriştəsidir. B variantında qərar qəbul etmədə, burada qərar qəbul etdi Sirac. Sakit qalsın, Elnura nəzakətli formada davranış nümayiş etdirsin, problemi həll etmək üçün növbəti bir addımı atmalıdır. Tənqidi təfəkkür C variantında faktları analiz eləyib, burada nəticə çıxartmaq prosesi ümumiyyətlə göstərilməyib, belə bir məqam yoxdur. Ona görə C variantı da bizim üçün uyğun variant deyil. Əməkdaşlıq. Əməkdaşlıq nədir? Baxın, əməkdaşlıq ümumiyyətlə birgə fəaliyyətdə və yaxud da komanda işində biz əməkdaşlıqla daha çox rastlaşmışıq. Amma burada görürsünüz ki, burada bir qrup işi və yaxud birgə fəaliyyət, bir komanda işi yoxdur. Ona görə də əməkdaşlıq da götürülmür. Ünsiyyət bacarığı. Ünsiyyət bacarığı isə, bəli, Sirac burada danışırdı. Ünsiyyət var idi. Amma burada əsas vurğu sadəcə danışmaq deyildi əlbəttə ki. Burada əsas vurğu yaranmış problemi Siracın necə idarə edə biləcəyi idi. Yəni, burada əgər, baxın əziz müdavimlər, yadınızda saxlayın, əgər situasiyada problem yaranırsa və həmin şəxs emosiyasını idarə edib vəziyyəti ələ ala bilirsə, münaqişəni daha çox, belə deyim, dava, dalaş və yaxud da daha qabardılmış şəkildə həll etmək yerinə sülh yolu ilə aradan qaldırırsa, artıq burada həmin şəxsdə problem həll etmə səriştəsi formalaşmış olur. Yadınızda bu cür saxlayın, problem plus həlli yolu artıq bu hansı səriştənin bizdə olduğunu göstərir, problem həll etmə səriştəsinin bizdə mövcud olduğunu göstərir. Ona görə də burada doğru variantımız olacaq problem həll etmə.